Liflər necə yaranıb? Gəlin sizə biraz liflərin tarixi haqqında məlumat verim. Hər şey eramızdan əvvəl 4-cü minillikdə Arxivedin sadə qasnaqlı qaldırıcı qurğunu icad eləməsi ilə başladı. Daha sonra orta əsrlərdə qalalara, hündürlüklərə bu qurğular vasitəsilə də yemək, yük, silah və yaxud da və s. tədarüklər qaldırmağa başladılar. Sənaye inqilabı nəticəsində insanlar hidravlik, su ilə qalxan və buxar liftlərini icad etdilər. Hər şey Elisha Otis'in təhlükəsiz liftin icad etməsindən, istehsal etməsindən sonra başladı. Elisha Otis nədir? Elisha Otis bizim ingilis dilində governance, rus dilində lavitel və yaxud da paraşüt adlandırdığımız lift düşərsə onu mərtəbədə saxlaya biləcək, divarlara sıxa biləcək, reyslərə sıxa biləcək qurğunu icad etdi. Və beləliklə daha hündür mərtəbəli binalara liftləri quraşdırmağa başladıq. Bu icad olmasaydı və ya ümumiyyətlə liftlər olmasaydı, indi biz hündür mərtəbəli binalarda yaşaya bilməzdik və tikinti industriyası bu qədər inkişaf etməzdi.